Salam uşaqlar, bugün bağlayıcının izahına baxırıq. Deməli, bugünkü dərsimiz sizlə olacaq bağlayıcı. Bağlayıcı adından məlum olduğu üzrə cümlədə cümlə üzvlərini, mətndə cümlələri və yaxud abzasları bağlamaq üçün istifadə olunan köməkçilik hissəsidir. Bağlayıcılar təkcə sözləri, mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri deyil, ayrı-ayrı müstəqil cümlələri, abzasları, hətta mətnin müxtəlif hissələrini də bir-birinə bağlaya bilər. Bağlayıcılar işlənmə məqamına görə iki yerə bölünürlər. Hansılardır baxaq? Tabellik bağlayıcıları, bir də tabesizlik bağlayıcıları. Tabesizlik və tabellik bağlayıcıları. Deməli, uşaqlar, tabesizlik bağlayıcılarına biz tabesizlik bağlayıcılarına biz rast gələ bilərik cümlənin həmcins sözlər arasında, indi cümlə üzvlərini keçəndə görəcəksiniz cümlənin həmcins sözlər nədir? Cümlənin həmcins sözlərin arasında görə bilərik, bir də görə bilərsiniz tabesiz mürəkkəb cümlədən. Üzvlərinin arasında bir də görəcəyik tabesiz mürəkkəb cümlənin arasında. Yəni adından məlum olduğu kimi. Tabesiz mürəkkəb cümlənin arasında. Tabellik bağlayıcılarının isə yalnız bir işlənmə məqamı var. Tabellik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlədə işlənirlər. Bu tabeli mürəkkəb cümlədə sən onun növünü təyin eləmək üçün bir açar vəzifəsini icra eləyəcəkdir. Sən tabellik bağlayıcılarını əgər yaxşı əzbərləsən və görən kimi tanısan, biləcəksən ki, həmin bağlayıcıların işləndiyi cümlə sırf tabeli mürəkkəb cümlədir. Deməli, biz tabellik bağlayıcılarını harada görəcəyik? Tabeli mürəkkəb cümlədə. Ona görə bağlayıcıları da qoşmanı necə əzbərlədirsə, bağlayıcıları da o formada əzbərləmək bu dərsin ən birinci şərtidir. Bağlayıcıların quruluş növünə gələsi olsaq, bağlayıcının quruluş növü. Köməkçilik hissələri quruluş neçə cür olurdu? 2 cür, sadə və mürəkkəb. Bağlayıcıların da quruluş növü 2 cürdür. Sadə və mürəkkəb. Gəl baxaq. Sadələrə baxaq. Sadələr bir tərkib hissəsindən ibarət olur. Mürəkkəblər 2 tərkib hissəsindən ibarət olur. Və bitişik yazılanda var, ayrı yazılanlar da var. Gəl baxaq sadə bağlayıcılarımıza. Sadə bağlayıcılarımız olsun, məsəl üçün, həmçinin, ilə və çünki. Görsən, bunlar bir tərkib hissələrindən ibarətdir və sadə bağlayıcılara aiddir. Mürəkkəb bağlayıcılar nisbi mürəkkəbdir də. Bunlar necə deyim? İndi siz deyəcəksiniz ki, mən bəs onların leksik mənası yoxdur. Necə birləşdilər mürəkkəb olurlar? Biz bunu bu sözlərin leksik mənası olmadığını nisbi anlayışla götürürük. Nisbi yanaşırıq bunlara. Hər halda 2 dənə söz yanaşı gəlibdirsə, yenə biz onu mürəkkəb saymağa məcburuq. Məsəl üçün, hərgah. Hər nədir? Keçmişik. Bağlayıcıdır. Gah nədir? Gahdır. İndi keçəcək, o da bağlayıcıdır. İkisi birləşib hərgah mürəkkəb bağlayıcısını əmələ gətiribdir. Daha sonra hərgah nəinki, habelə, daha sonra nə var? Halbuki. Bunlar 4 dənəsi bitişik yazılan mürəkkəb bağlayıcılarımızdır. Bir də 2 tərkib hissəsindən ibarət olanlar. Məsəl üçün, hansı olacaq? Məsəl üçün, ona görə ki, ondan ötürü ki, sonra belə ki, yəqin ki, modal sözdür. İstərsə də, gah da,
Bağlayıcılar necə bağlayıcılardır? Mürəkkəb bağlayıcılar. Deməli, mürəkkəb bağlayıcılar həm bitişik yazıla bilir, həm də necə yazıla bilir? Ayrı yazıla bilir. Daha sonra baxırıq bağlayıcıların məna növlərinə. Bizim əsas fikir verəcəyimiz məqam bundan ibarətdir. Bağlayıcıların məna növlərinə baxanda birinci tabesizlik bağlayıcılarına baxacağıq. Ya baxaq. Tabesizlik bağlayıcıları. Və bunları da su kimi əzbərləmək lazımdır. Başqa yol yoxdur. Tabesizlik bağlayıcıları. Bağlayıcıları. Bunlar məna növünə baxaq uşaqlar. Məna növünü siz necə yadınızda saxlayırsınız? 2 dənə B, 2 dənə I. Baxaq. 2 B. Birləşdirmə. 2 bölüşdürmə. 2 dənə B qutardı ama ondan sonra 2 dənə I. İnkar. 4 iştirak. Sonra bir dənə Q, bir dənə də A. Qarşılaşdırma. Qarşılaşdırma. Bir də aydınlaşdırma. Bu formada yadında saxla. Deməli, tabesizlik bağlayıcılarımız neçə dənədir? 6 dənədir. 2 B hərfi, 2 I, 1 Q, 1 A. Birləşdirmə, bölüşdürmə, iştirak, inkar, qarşılaşdırma, aydınlaşdırma. Bunları əzbərləməyin o qədər vacibdir ki, əzbərləməsən demək olar ki, bu dərsi heç cür mənimsəmiş sayılmırsan. Aydınlaşdırma. Elə də çətin deyil. Gəl baxaq. Birləşdirmə bağlayıcılarımız hansıdır? Başqa rənglə yazaq, qoy. Biraz da naziklədək. Birləşdirmə bağlayıcısı ilə və nəyisə birləşdirəcək. İnkarlıq bağlayıcısı. İnkarlıq bağlayıcısı hərəkətin və yaxud hökmün baş vermədiyini bildirir. İnkarlığı dedim, bölüşdürməyə qoydum. İnkarlıq bağlayıcısı hərəkətin və yaxud hökmün baş vermədiyini bildirir. Nə? Nədə? Bax, bircə dənədir. Nə? Nədə? Sonra bölüşdürmə bağlayıcısı. Gah, gah da. Ya da. İstər, istərsə də. Dəqiqə bunu kiçik yazmağa çalışaq. İstər, istərsə də. İstərsə də. Deməli, bunlar nədir? Bölüşdürmə bağlayıcılardır. Biraz iştirak bağlayıcılarımız çoxdur. Görək, balaca yazıq çatsın yerimiz. Olacaq həm də. Həmdəni bir də yazmıram da, təkrar eləməyə qoy, hamısı sığışsın. Həm də. Sonra dadənin özü tək, da 2 variant. Daha sonra həmçinin, hətta, ha belə, o cümlədən, o sıradan, o cümlədən, o sıradan, bir də eləcə də. Bunu da buradan balaca yazaq. Bir də nədir? Eləcə də. Bunlar sənin iştirak bağlayıcılarındır. Daha sonra gəlirik nəyə? Qarşılaşdırma bağlayıcıları. Çox asan yadda qalır. Amma, ancaq, lakin, fəqət. Fəqət elə də çox işlənmir, amma yenə də yadınızda qalsın. Sonra bir də isə. İsəni xüsusilə işarələyirəm. Çünki bu isəni qarşılaşdırma bağlayıcısı niyəsə saymırıq. Biz nə ilə oxşadırıq bunu? İsə köməkçi sözümüz var idi, imiş isə. Biz onu isə bağlayıcısına oxşadırıq. İsə bağlayıcısını ümumən beynimiz qəbul eləmir. Ona görə onu xüsusilə qırmızı çərçivədə verirəm ki, isə həm də bağlayıcı vəzifəsində işlənə bilir. Ondan sonra gəlir aydınlaşdırma bağlayıcımız. 2 dənədir. Yəni və məsələn. Bunları elə əzbərləyirsən ki, heç bir məna növünə qarışmır. Deməli, birləşdirmə bağlayıcılarımız ilə və bölüşdürmə gah da ya da istərsə də yaxud və yaxud.
Qoy bunu da yazdım. Yaxud və yaxud. Yaxud və yaxud. Dəqiqə. Sonra inkar bağlayıcılarımız ikicidə nədir? Nədir? İştirak həm də. Da iki variant. Həmçinin, hətta, habelə, o cümlədən, eləcə də, o sıradan, qarşılaşdırma, amma, ancaq, lakin, fəqət isə, aydınlaşdırma, yəni məsələn. Bu sənin tabelilik bağlayıcıların növü. Sonra gəlir tabelilik bağlayıcılarımız. Gəl baxaq. Tabelilik bağlayıcısı. Tabelilik bağlayıcısının növləri digərindən daha azdır. 4 dənə növü var. Birincisi başlayır aydınlaşdırma ilə. Fikir versən, tabesizdə də aydınlaşdırma var. Tabeldə də aydınlaşdırma var. Necə seçəsən? Heç nə deyəcəksən ki, tabelinin aydınlaşdırması ki belə kidir. Ki belə ki. Tabesizin aydınlaşdırması, yəni məsələn. Bu formada yadımızda saxlayırıq. Sonra aydınlaşdırmadan sonra gəlir səbəb. Yaşılla yox. 2. Səbəb. Səbəb bağlayıcıları. Səbəb bağlayıcıları, məsəl üçün, hər hansısa bir hərəkətin icrasının səbəbini bildirəndə hansı sözlərdən istifadə edirik? Deyirik ki, çünki, ona görə ki, ondan ötürü ki, o səbəbə ki, başqa asda qaldı mı? Məncə yox. Çünki ona görə ki, ondan ötürü ki, o səbəbə ki, sənin hər hansısa bir hərəkətin, olmuş, bitmiş bir hərəkətin icrası üçün verdiyin səbəbləri bu sözlərlə ifadə edirsən, bu bağlayıcılarla ifadə edirsən. 3. Şərt bağlayıcıları. Şərt bağlayıcıları. Bunlara da yenə əzbərləmə ilə çətin deyil. Əgər, hərgah, madam ki, bir də bir halda ki. Bunlar da nədir? Şərt bağlayıcılardır. Bir halda ki. Daha sonra axırıncı güzəşt bağlayıcısı. İkicə də nədir və çox asaddır. Hərçənd, hərçənd ki. Biz hər hansısa bir hadisəyə görə kiməsə güzəşt eləyəndə 2 dənə sözdən istifadə edirik. 2 bağlayıcı ilə qururuq cümləni. Hərçənd, hərçənd ki. Hərçənd, hərçənd. Hərçənd ki. Bunları əzbərləyəndən sonra deməli, tabelilik bağlayıcıların 6 növü var, tabelilik bağlayıcıların 4 növü var. Əzbərləyirik, yadımızda saxlayırıq. Sonra bağlayıcılarda vergülün işlənməsinə baxaq. Bağlayıcıda vergülün işlənməsi. PDF-i də atacağım qrupa. Video baxa-baxa PDF-i də izləyərsiniz, yaxşı? Bağlayıcılarda vergülün işlənməsi. Uşaqlar, bizim dilimizdə təkrar olunan nə, gah, ya, həm, istərsə bağlayıcılarımız var. Burada birincidən əvvəl hamısında vergül qoyacaq. Nə, deməli, təkrar olunan nə, gah, həm, ya, bir də istər. İstərsə bağlayıcılarımızdan. Təkrar olunanlardan birincidən başqa hamısına nə edəcəksən? Vergül qoyacaqsan. Birincidən başqa hamısının əvvəlində vergül qoyulur. Birincidən başqa digərlərinin əvvəlində nə qoyasan? Vergül. Gəl baxaq. Nümunələrə baxaq. Digərlərinin əvvəlində vergül.
Mən nümunə yazaq. Deyirəm ki, nə danışmır, nə dinmir. Gəl baxaq. Nə danışır, nə danışır, nə dinir. Vergül gör harda qoydum? İkincinin qabağında. Bu cümləni uzadası olsaq, gəl 3 dənə eləyək xəbəri. Nə danışır, nə dinir, nə gülümsüyür, nə də gülümsüyür, nə də gülürdü. Belə bir cümlə yazası olsaq, fikir ver, bir dənə birincinin qabağında vergül qoymamışam. 2 ilə 3-ün qabağında vergül var. 2 ilə 3-ün qabağında vergül var. Bax, bu birincidir, bu ikincidir, bu da üçüncüdür. 1-in qabağında vergül yoxdur, 2 ilə 3-ün qabağında vergül var. İndi gahla yazaq nümunəni. Deyirəm ki, gah, nə bilim, gülümsüyür, gah gülümsəyir, gah ağlayır, gah kövrəlir. Nə ürəyiniz istəyir yazaq. Gah gülümsüyür, gah kövrəlir, gah da bir nöqtəyə zillənirdi. Bir nöqtəyə zillənirdi. Yəni baxırdı mənasında. Fikir ver, vergülləri harasında qoymuşam. Birincinin qarşısında yoxdur. 2 ilə 3-ün qarşısında. Bax, bu birincidir, bu ikincidir, bu üçüncüdür. Deməli, uşaqlar, təkrar olunan nə, ya, həm, ya, istərsə də bağlayıcılardan birincidən başqa digərlərinin əvvəlində vergül qoyulur. Digərlərinə nümunə yazmıram, istədiyiniz qədər özünüz nümunə tapa bilərsiniz. Məsəl üçün, həm anasını, həm atasını, həm bacısını ad gününə çağırmışdı. Birincidən başqa digərlərinin qarşısında vergül qoyasın. Deyirəm ki, ya kəndə gələcəksən, ya da biz bir dəfəlik şəhərə köçəcəyik. Birincinin qabağındakını buraxırsan, ikincinin qabağında vergülünü qoyursan. Deyirəm, istər imtahandan yaxşı qiymət al, istər 75 balı keç, mən sənə qiymət yazmayacağam. Birinci hissəri buraxırsan oradan, ikincinin qabağında vergül qoyursan. Bunlar məncə yazmağıma ehtiyac yoxdur. Digərlərindən eyni formada gedəcək. Sonra cümlənin içərisində gələn, amma, bax, bu birinci qaydamız idi. Bu da 2-dir. Cümlənin içərisində gələn, bir dəqiqə qoy qalınlaşdırım. Ən azı 22 olsun. Amma, ancaq, lakin, amma, ancaq, lakin, daha sonra hansılar var idi? Hətta, ha belə, yəni, hətta, ha belə, yəni, daha sonra o cümlədən, daha sonra həmçinin, daha sonra halbuki, çünki, ona görə ki, ondan ötürü ki bağlayıcılarından əvvəl qoyulur. Ondan ötürü ki, bu bağlayıcılar tək işlənən bağlayıcılardır. Birincidə yazdığım bağlayıcılar təkrar olunan bağlayıcılardır. Amma ikinci nümunədə yazdıqlarınız cümlədə tək işlənən bağlayıcılardır. Və bunların əvvəlində vergül qoyulur. Hansılardır? Amma, ancaq, lakin, hətta, ha belə, yəni, o cümlədən, həmçinin, halbuki, çünki, ona görə ki, ondan ötürü ki. Ya bunları məna növlərinə görə qruplaşdıraq, sənin üçün öyrənmək daha asan olsun. Amma, ancaq, lakin, hansı qarşılaşdırma bağlayıcılarıdır? Qarşılaşdırma bağlayıcılarıdır. Daha sonra, hətta, ha belə, başqa rənglə eləyərdik, gərək bunu bir dəqiqə, başqa rənglə eləyim, sarı ilə eləyək. Bax, burada, hətta, ha belə, o cümlədən, həmçinin nə bağlayıcılardır? İştirak bağlayıcılardır. İştirak. Sonra, halbuki, burada, dəqiqə, bax bu, halbuki də
Qarşılaşdırma bağlayıcısı idi. Bir də əlimizdə nə var? Onlara baxaq. Bir dənə başqa rəng seçim. Bir də çünki, ona görə ki, ondan ötürü ki. Nə bağlayıcılarıdır? Bu da sənin səbəb bağlayıcılarındır. Deməli, səbəb, iştirak, qarşılaşdırma bağlayıcılarından sonra, daha doğrusu əvvəlində nə qoyasan? Vergül qoyasan. Gəl nümunələr yazaq. Deyirəm ki, o dərsə gəlmişdi. Ancaq vergülü fikir ver. Ancaq yaxşı hazırlaşmamışdı. Ancaq hazır değildi yazaq da. Ancaq hazır değildi. O dərsə gəlmişdi, ancaq hazır değildi. Belə bir cümlə yazıq. Vergülünü harda qoyduq? Ancaqın qabağında. İndi bu qarşılaşdırmadan bir dənə yazdıq. Gəl hətta yazaq. Deyirəm ki, kitabını, bilirik də bizim məşhur misalımız kitabını, dəftərini, hətta qələmini unutmuşdu, bax. Hətta qələmini unutmuşdu. Qələmini unutdu. Yenə ruçka qoy görək, özündən gedib. Unutdu. Görsən, vergili harda qoyduq? Həttanın qarşısında. İndi hətta ha beləni yazdıq. Nəyə yazaq? Bir dənə də səbəb bağlayıcılarına yazaq. Bu iştirak idi də. İndi bir dənə də səbəb yazaq. Deyirəm ki, o bura məsəl üçün gəlmişdi. O bura gəlmişdi. Çünki anası onu çağırmışdı. O bura gəlmişdi. Çünki anası çağırmışdı. Belə bir cümlə yazsaq. Gör, harda qoyduq? Vergülü. Çünki qabağında. Məncə aydındır. Hamısına nümunə yazmağa ehtiyac yoxdur. Daha sonra cümlədə təkrar olunan dadə bağlayıcılarından sonra vergül qoyulur. Amma axırıncıdan başqa. İndi birincinin əksinə olacaq. Vergül qoyacağıq. Amma birincidən başlayaraq qoyacağıq. Bir dənə axırıncıda qoymayacaq. Gəl baxaq. Təkrar olunan dadə bağlayıcısından sonra təkrar olunan dadə bağlayıcılarından sonra axırıncı istisna olmaqla vergül qoyulur. Bağlayıcılarından sonra axırıncı istisna olmaqla vergül qoyulur. Axırıncı istisna olmaqla vergül qoyulur. Olmaqla vergül qoyulur. Məsəl üçün, buyur, bir dənə nümunəyə adıma düşdü, qoy onu yazaq. Deyir, buyruq sizinkidir, adil hökümdar, sizdə ədalət də, fəzilət də var. Gəl yazaq. Buyruq sizinkidir. Buyruq sizinkidir. Sizindir. Lap olsun sizindir. Adil hökümdar. Sizdə fəzilət də, ədalət də var. Vaqif poemasındandır. Dramındandır daha doğrusu. Vaqif dramdır. Buyruq sizinkidir, adil hökümdar. Sizdə ədalət də, fəzilət də var. Ədalət də var. Fikir ver. Ədalət də, fəzilət də var. Birincidə qoyursan, sonuncuda qoymursan. Bax, sonuncuda qoymayacağım. Fəzilət də var. Gördün? Daha sonra baxırıq nəyə? 2 bağlayıcısından sonra vergül qoyulur uşaqlar. Bunu bir dəqiqə qırmızı ilə yazaq. 2 bağlayıcısından sonra vergül qoyulur cümlədə mütləq şəkildə. İstisnası yoxdur. 2 bağlayıcısından sonra vergül qoyulur. Bağlayıcısından sonra vergül qoyulur. Vergül qoyulur.
İstədiyin nümunədə, istədiyin cümlədə ki bağlayıcısı həmişə tabeli mürəkkəb cümlədə işlənir və mütləq şəkildə ona vergül qoymaq lazımdır. Məsəl üçün, mən Bakıya getmişdim ki, mən ki, bir dəqiqə bitişik yazdım. Mən Bakıya getmişdim ki, bəlkə iş tapdım. Fikir ver, cümlənin ortasında gəldi və özündən sonra nə qoyulur? Vergül qoyulur. Bu da belə getdi. Bir də bizim şərt bağlayıcılarımız və güzəşt bağlayıcılarımız var. Şərt və güzəşt bağlayıcılarından sonra onların daxil olduğu cümlə bitəndən sonra vergül qoyulur. Şərt və güzəşt bağlayıcıları həmişə mürəkkəb cümlədə işlənir. Və mürəkkəb cümlənin birinci hissəsi bitəndə vergül qoyulur. Nə deməkdir bu? Şərt bağlayıcılarımızı yazaq. Əgər, hərgah, madam ki, bir halda ki, güzəşt hansıydı? Hərçənd ki. Hərçənd ki. Bunlardan sonra nədir uşaqlar? Bunların daxil olduğu mürəkkəb cümlənin birinci tərəfi bitəndən sonra vergül qoyacağıq. Özlərindən sonra yox. Özlərindən əvvəl də yox. Bunların daxil olduğu cümlə bitəndən sonra vergülü qoyacağıq. Məsəl üçün, deyirəm ki, əgər getmək istəyirsə, gecikməsin. Buna baxası olsan, bax fikir ver. Əgər daxil olduğu cümlə harda bitir? Əgər getmək istəyirsə, bu hissədə bitdi. Bu hissədəki vergülə fikir ver. Bunun daxil olduğu cümlə bitəndən sonra vergül qoyulur. Bəlkə bir dənə də güzəşt bağlayıcısı yazaq. Deyirəm ki, hərçənd hava qaralmamışdı. Hərçənd ki, hava qaralmamışdı. Bax, fikir ver. Hərçənd ki, burada görsən, bunun daxil olduğu cümlə bitdi, vergülə bax. İndi buna bax. O evə tələsirdi. Hərçənd ki, hava qaralmamışdı. O evə tələsirdi. Gördün, vergül harda qoyuldu? Daxil olduğu cümlə bitəndən sonra. Hamısını nümunə yazmaq olar, amma yazmaq istəmirəm mən. Bir dənə şərtə yazdıq, bir dənə də güzəştə yazdıq. Kifayət eləyir. Deməli, uşaqlar, sizlə bir dənə ilə bağlayıcısının qoşmadan fərqini izah eləməliyik. Bizim bağlayıcılarımız ədatla da amonimdir. Deməli, ədatlarla amonimliyi olan bağlayıcılarımız çoxdur. Kidir, dadədir. Amma ədatı keçməmişik deyə bunu izah eləmək istəmirəm. Biz keçmişik qoşmanı. Ona görə ilə qoşmasından ilə bağlayıcısını da fərqləndirək. İlə bildik ki, həm qoşma kimi işlənir. İlə, yəni la-ki variant. Həm qoşma olur. İlə la-ki variant. Həm də bağlayıcı olur. Bunları bir-birindən necə fərqləndirik? Gəl baxaq. Deməli, uşaqlar, ilə qoşması cümlədə bir şeyin və yaxud da kiminsə, hər hansısa bir şəxsin vasitəsindən bir işi görmək məzmunu daşıyır. Məsəl üçün, mən qələmlə yazıram. Yəni, mən qələmin vasitəsindən yazıram. Mən atamla gedirəm. Yəni, mən atamla gedirəm. Onunla birlikdə onun vasitəsindən gedirəm. İlə bağlayıcısı cümlədə həmcins üzvləri bağlama vəzifəsi icra etdiyinə görə bunun öz sinonimindən bunu əvəzləşdirmək mümkündür. İlə bağlayıcısı və ilə əvəz olunursa, bağlayıcı vəzifəsindədir. Və ilə əvəz olunmursa, qoşma vəzifəsindədir. Məsəl üçün, deyirəm ki, qoşma olanda mən qələmlə, mən qələmlə yazıram. Fikir ver. Mən qələm və yazıram deyənmərsən. İndi gəl buna baxaq. Mən qələm və dəftər aldım.
Primitiv cümlələr yazıram ki, sən daha yaxşı anlayasan. Mən qələm və dəftər aldım. Qələmlə dəftər aldım. Hazır elə özüm yerinə qoydum. Mən qələmlə dəftər aldım. Fikir ver, burada bunun hansı sinonimdən əvəz eləmək mümkündür? Və ilə. Və isə nədir? Birləşdirmə bağlayıcısıdır. Aydındır. Mən qələmlə yazıram. Qoşmadır? Qoşmadır. Mən qələmlə dəftər aldım deyəndə bağlayıcıdır. Niyə bağlayıcıdır? Çünki və ilə əvəz olunur. Deyirəm ki, birində yazaq, nə bilim, qoşma. Mən olmasın, sən olsun. Sən əlindəki çantayla özüm bitişik yazıram ki, daha belə aydınlaşdırmaq çətin olsun bizim üçün. Sən əlindəki çantayla hara gedirsən? Bu qoşmadır. Görsən, və ilə əvəz olunmur. Deyirəm ki, bir dənə də cümlə yazaq. Eyni məzmunlu olsun, amma bağlayıcı olsun. Sən əlindəki çantayla məsəl üçün, başqa nə olsun? Əlindəki çantayla portfeli hardan almısan? İndi fikir ver. Sən əlindəki çanta və portfeli hardan almısan deyə bilirsənsə, burada və ilə əvəz olunma varsa, deməli nədir? Bağlayıcıdır. Bunun ən asan, ən belə primitiv yolu budur. İndi bəzən olacaq ki, və ilə əvəz olunmadığı cümlələrdə olacaq. Gəl, onlara da nümunə yazaq. Və ilə əvəz olunmadığı cümlələrdə sən gedib xəbərə baxasan. Məsəl üçün, anar ilə, kitabdakı cümləni yazıram. Anar ilə Aydın bizə gəldi. Anar ilə Aydın bizə gəldi. Bu cümlənin intonasiyasını düzgün qursan, anar ilə Aydın bizə gəldi. Burada anar ilə sənin olacaq sənin tamamlığın, kim ilə sualına cavab verir. Aydın olacaq mübtədan, bizə olacaq yer zərfliyin, gəldi də olacaq xəbərin. Anar ilə Aydın bizə gəldi cümləsində xəbər tək olursa, ilə işlənən cümlədə xəbər tək olursa, yəni larlər olmursa, larlər yoxdursa, onda qoşmadır. Yox, deyirəmsə ki, anar ilə Aydın bizə gəldilər. Burada artıq bağlayıcı olacaq. Çünki anarla Aydın hər ikisi mübtədadır. Anar ilə Aydın hər ikisi mübtədadır. Bunun yəni məntiqi bundan ibarətdir. Əgər müxtəlif cümlə üzvləri arasında ilə bağlayıcısını görürsənsə, ilə bağlayıcısı işlənmiş cümlədə xəbər həmişə cəmdə olacaqdır. Bax, fikir ver, larlər olacaqdır. Əgər həmcins üzvlərin arasında ilə qoşması işlənirsə, xəbər həmişə təkdə olacaqdır. Xəbərin təkdə və cəmdə olmağıyla da sən bunu deməli seçə bilərsən. Ya və ilə əvəz eləyəcəksən, ya və ilə əvəz eləyəcəksən cümlələrin hər ikisi tək olanda. Görəcəksən ki, yox, cümlələrdə artıq larlər şəkilçisi var. Onda da larlər şəkilçisi olan olacaq sənin bağlayıcın, larlər şəkilçisi işlənməyən olacaq sənin qoşman. Diqqətli olmaq lazımdır. Deməli, xəbər burada yazıram. Xəbər cəm olanda nədir? Bağlayıcıdır. Yaxşı, bu qədər uşaqlar PDF-də qrupa atacağım. İşləyirsiniz dərsinizi, video axıra qədər səbirlə baxırsınız. Sizə xoş dinləmələr.